Herkese selamlar. Bugün sizlerle FIFO metodu hakkında danışacağıq. Gəlin başlayaq, görək FIFO nədir? Bildiyimiz kimi, hər hansı bir satış varsa, mütləq şəkildə sonda hesabat aparılır və bu hesabatda da əsas 3 faktora yönəldilir. Birincisi, bizim ambarda nə qədər malımız var idi və onun ilkin maya dəyəri nə qədər idi və nə qədəri satılıb və sonda nə qədərlik malımız qalıb. Bu suallara cavab tapmaq üçün bir neçə metoddan istifadə edirlər və bu ölkələr üzərində dəyişir. Azərbaycanda isə ən çox bu suallara cavab tapmaq üçün FIFO metodundan istifadə olunur. FIFO metodunun da əsas anlayışı first in, first out deməkdir. Yəni, ambara birinci gələn mal birincidə satılıb qurtarmalıdır, daha sonra yeni mallara keçirilməlidir. Bundan əlavə qeyd edə bilərik ki, FIFO qaydasına görə ilkin satılması prinsipinə əsaslandığı üçün bu mühasibatlıqda, inventar idarəçilikdə üstünlük təşkil edir və effektiv yoldur. Və bununla da biz sonda stokda qalan mallarımızı, yəni ambarda qalan məhsullarımızın qiymətini, ilkin maya dəyərini tapa bilərik. Və indi gəlin nümunəyə baxaq. Nümunə əsasında izah etməyə başlayaq. İlkin olaraq mən kiçik rəqəmlər qoydum ki, daha yaxşı onu başa düşək. Təsəvvür edək ki, biz mühasibə və bir şirkətdə işə düzəlmişik və bu şirkətdə o hər hansı bir məhsulun satışına məşğuldur və belə bizə hesabat verir ki, bu bizim əvvəlki ayın hesabatıdır. Deməli, bu hesabatda biz baxırıq, görürük ki, deməli, bunun köhnə maldan 5 ədəd məhsulu qalıb və hər birinin 90 qəpikdir və sonradan isə eyni məhsulu bu səfər fərqli qiymətə alıb və yaxud da ki, fərqli məhsul alıb. Yeni məhsul alıb, əlavə olaraq 5 ədəd və bunların da hər biri biraz enlikdir. Və bizə deyir ki, yaxşı, mən bunların hər ikisini necə tənzimləyim? İlk öncə nəyi satışa çıxardım? Necə satım və sonda necə hesablayım? Biz bu fikrə baxsaq, görürük ki, bizim əvvəlki köhnə məhsulumuz var. Mütləq şəkildə əgər biz FIFO-da istifadə ediriksə, deməli biz köhnə məhsullarımızın satışına yönəltməliyik diqqətimizi və tam satışımız qutarandan sonra artıq yeni məhsullara keçməliyik. Bu FIFO metodu daha çox xarab olan və tez tükənən məhsullarda istifadə olunur. Buna misal üçün qida sektorudur və dərman məhsullarıdır ki, bu daha çox effektlik rolunu oynayır. İndi gəlin baxaq, təsəvvür elə ki, artıq biz satışa dedik və rəhbərliyi başa saldıq ki, gəl birinci öz bu köhnə mallarımızı satışa çıxardaq və artıq köhnə məhsullarımızı satışa çıxartdıq və 5 ədəd məhsulumuz var idisə və həmin o 5 ədədlik məhsulumuzun hamısı satışda oldu və artıq tükəndi. Yaxşı, bəs tükənəndən sonra bizə deyir ki, yaxşı, bizim maya dəyərimiz nədir? Biz maya dəyərimizi köhnə məhsula görə, ambarda köhnə məhsulumuz nə qədər idisə, onun qiymətinə uyğun tapmalıyıq. Yəni, biz dedik ki, 5 ədədli məhsulumuz var idi. Onun hər biri 90 qəpik idisə, deməli bizim məhsulumuzun maya dəyəri 4 manat 50 qəpiklik olub. Və biz onu satışa çıxartmışıq və ümumilikdə 4 manat 50 qəpiklik olub. İndi nə qədər gəliri olub, o formada tapırıq. Və bundan sonra yaxşı, biz artıq məhsulumuzu satdıq, köhnə məhsullarımızı artıq ambarımızda köhnə məhsul yoxdur və yeni məhsulumuz var. Yaxşı, indi yeni məhsulu eləyəcəyik. İndi yeni məhsulumuzu satışa çıxardacağıq, amma bu səfər 90 qəpiyə deyil, onu biz çıxardacağıq 1 manata. Və indi 1 manata misal üçün satışa çıxardırıq və deməli bizim ambarda o satışda olub, satılıb qutarana qədər, deməli bizim ambarımızda stok malımız, yəni 5 az enlik malımız var. Bu şəkildə biz deyə bilərik ki, deməli bizim ambarda qalan mallarımız dəyəri satılmayan, son alınan malların dəyərinə bərabərdir. Yəni qiymətinə əsasən hesablanır. Bizim ümumilikdə deməli 4 manat 50 qəpiklik məhsulumuz var idi. Onu biz satdıq, tam qutardıq. Köhnə məhsulumuz, indi sonra yeni məhsulumuz da var ki, 5 az enlik
və ümumilikdə bizdən əgər soruşsa ki, məsəl üçün ümumi alış dəyəri nədir? Malların ümumi alış dəyəri biz toplamda deyə bilərik ki, deməli bizim 9 manat 50 qəpiklik ümumi malların dəyəri olub, yəni birlikdə. Yəni bu şəkildə biz həm ümumi malların dəyərini tapa bilərik FIFO-na, həm malın ilkin dəyərini tapa bilərik, maya dəyərini yəni və sonda ambarda qalan malların qiymətini tapa bilərik. Bu şəkildə biz istifadə etməklə artıq bu suallara tam cavab veririk və sonda düzgün şəkildə hesabımızı hazırlayırıq və hesabat veririk ki, bizim nə qədər zərərimiz olub, nə qədər xeyrimiz olub və ambarda nə qədər malımız qalıb.